qardaş, bunun altına bax. Gör nə qədər boşumuş. Bax qardaş, bax əlimlə babağa göstərim, bax qardaş, bax. Bax göstərim. Belə ev tikmək olar mı qardaş? Belə şey olar mı? Bax, bu olar mı qardaş? Buna bax, barmaqla getsin, bax. Əslində mənzildəki bu vəziyyətdən əvvəl həmin ünvana çatmağın özü böyük bir sınaq idi. Yağan yağışlar yolları elə hala salıb ki, nəinki piyada, hətta avtomobillə belə hərəkət etmək mümkünsüz idi. Bir neçə gündür yağan yağışlar səbəbindən bu vəziyyətdən əziyyət çəkən Qobu yaşayış kompleksində biz üst tutmuşuq. Təbii ki, gedəcəyimiz yol Qaradağ rayonu ərazisindən keçir və gedərkən biz Abşeron Ticarət Mərkəzinin yaxınlığında yerləşən bax bu ərazidən keçməyə çalışırıq. Amma təbii ki, çalışırıq. Yola davam edə bilməyəcəyik, çünki mövcud vəziyyət, burada toplanan sular səbəbindən biz məcburuq ki, alternativ digər yoldan istifadə edək. Görək, qarşıda bizə hansı yollar gözləyir ki, biz rahatlıqla ünvan başına çataq. Lökbətən dairəsindən başlayaraq bir neçə fərqli istiqamətdə yol axtarsaq da, hər tərəf eyni mənzərədə idi. Hətta bir ara keçid tapmadığımız üçün çəkilişi təxirə salmağa belə düşündük. Nəhayət etibarilə əraziyə çatdıq. Kompleks tikildiyi ilk gündən burada məskunlaşan məcburi köçkünlər deyirlər ki, yayda istidən, qışda isə rütubətdən evdə oturmaq olmur. Hal-hazırda yuxarıda da gördüyünüz vəziyyəti. Üst düzgün tollanmayıbdır, oradan da su verir. Bir üstdən pəncərələr bu vəziyyətdədir. İndi yağış kəsibdir yenə, damcılar azalıbdır. Bəyək gəlib görsəydiniz, bir saat bundan qabaq yağışı yağan vaxtı, ya axşam görsəydiniz, özünüz görərdiniz ki, necə dayanmadan damır bu evlərə. Vedrə də olur. 2018-ci ildən bu yaşayış kompleksində yaşayan digər sakinlər də mənzillərindəki rütubətdən və tikinti qüsurlarından gileylidirlər. Şəxsi vəsaitlər hesabına etdikləri təmirin isə heç bir faydası yoxdur. Bütün evləri demək olar ki, 3 dəfə öz hesabımıza remont eləmişik. Yenə də ona baxmayaraq, yəni bu suyun qarşısını ala bilmirik. Hər şey demək olar ki, yorğan döşək, hər şey yağışın altındadır. Nə qədər qab düzmək olar, neynəmək olar, yəni heç nəyə gücümüz çatmır. Bax, buralar bugün bu vəziyyətdədir, həqiqətən remont eləmişik, bir də bu gündədir. O biri evlərdə bax bu gündədir, otaqlar, hamısı bu gündədir. Aböylər tökülür, remont eləsək də, yəni xeyri yoxdur. Xatırlayırsınızsa bir neçə ay bundan öncə bu yaşayış kompleksində qaz sızması nəticəsində bir neçə nəfər həyatını itirmişdi. Bugün isə yenidən bu ərazidəyib, təbii ki, bu yanıntılar səbəbindən və binanın ən üst mərtəbəsindəyik və elektrik kabellərinin keçdiyi hissədən yağıntı sularının məhz bu formada birbaş təmasda olduğunu